Və aleykumussalam və rəhmətullahi və bərəkətuh. Bəli, bu Osmanlıda belə bir bəzi vaxtlar belə bir şey oldu ki, onlar qardaş qətliyyəni dedilər, belə bir şey törətdilər. Hətta onlardan biri beşikdə olan öz qardaşını öldürdüyü bir iddiası tarix bildirir bunu. Bunun hökmü şəriətlə əlbəttə düzgün deyil. Qardaşı öldürmək şəriətlə düzgün deyil. Hətta bunlar öz vəzifələri üçün qorxsalar belə birdən böyüyər, birdən bunun kreslosunu əlindən alar, taxtını əlindən alar. Hətta bu qorxu olsa belə. Allahu Ekber, Allahu Ekber. Yəni insan bir dövlətdə iki hakim olarsa birini öldürün. Əgər burada iki hakim olarsa da onlardan biri öldürülür. Yəni bu birdən kimsə hakimlik iddiasına düşər, fikrinə düşər öldürmək bu bölümdən olmaz bu. Yəni bu şəriətin qadağan elədiyi bir şeydir. Amma onlar bunu özləri öz ictihadından etmişlər və xəta eləmişdilər bunu. Cənab Allah bilir.